Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün cheesecake dadında çox ləzzətli, ağızda əriyən kəsmikli piroq hazırlayıram. Reseptin dəqiq miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. Xəmiri üçün 1 qaba un, çay qaşığının ucunda duz, 2 yemək qaşığı şəkər tozu, 1 paket şəkərli vanilin və 125 qram kərə yağı əlavə edib umaj düzəldirəm. Daha sonra bu qarışıma 1 ədəd yumurta, 1 yemək qaşığı xama və 1 çay qaşığı qabartma tozu əlavə edib yumuşaq bir xəmir yoğururam. Quru ərzaqları çıxmaqla xəmir üçün lazım olan ərzaqlar soyuq olmalıdır. Bu xəmiri çox yoğurmaq olmaz. Streç və ya paketə büküb buzluqda 15-20 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırlayıram. İçlik üçün 500 qram kəsmik, yağlılığı 5, 9 və ya 18 ola bilər. 150 qram xama, 25%lik 3 yumurta, 1 stəkan şəkər tozu, 2 yemək qaşığı qarğıdalı və ya buğda nişastası və 1 bağlama şəkərli vanilin əlavə edib blenderlə yaxşı qarışdırıram. Biri kiçik olmaqla xəmiri 2 hissəyə bölüb iri hissəni qəlibə yayıram. Qəlibin ölçüsü 22 cm-dir. İçliyi əlavə edib xəmirin ikinci hissəsini sürtkəcin iri gözündən keçirdib üzərinə əlavə edirəm və əvvəlcədən 180 dərəcə alt üst rejimdə qızdırdığım sobaya üzəri qızarana qədər təxmini 50 dəqiqə bişməyə qoyuram. Sizler hazırladığınız zaman istəsəniz üzərini şəkər kirşanı ilə də bəzəyə bilərsiniz. Və budur. Soyuduqdan sonra artıq servis edirəm. Görünüşü göz oxşayan, dadı çox ləzzətli olan piroq artıq hazırdır. Bu reseptlə hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.